Salam, mən Bakı Peşəkarlar Akademiyasının abituriyent bölməsi üzrə Azərbaycan dili və ədəbiyyat müəllimi Səidə Məmmədova. Bugün biz şagirdlərimizin çətinlik çəkdiyi mövzulardan biri olan Məhəmməd Füzulinin söz qəzəlinə toxunacağıq. Qəzəl əruz vəznində yazılmışdır və rəməl bəhrindədir. Rəməl bəhrində mənası bilirik ki, ləngər vurmaq, ləngərləmək, ləngər vura-vura yerimək sözündən götürülmüşdür. Mövzusu isə sözün qüdrətidir. Qəzəl 7 beytdən ibarətdir, ikili şəkildədir. AA, BA, CA şəklində qafiyələnmişdir. Son beytdə məktəb beytində isə şair öz adını qeyd etmişdir. İndi keçək artıq məzmununun təhlilinə. Xəlqi ağzın sirrini hərdən qılır ishar söz. Bu nə sirdir kim olur, hər ləhsə yoxdan var söz. Yəni, ağzın sirri deyərkən şair burada insanın sirri nəzərdə tutmuşdur. Yəni, insanın sirrini hər kəsə deyən, açan sözdür. Bu nə sirdir ki, söz hər an yoxdan var olur. Artıran söz qədrini sidq ilə qədrini artırar. Kim nə miqdar olsa, əhlin eylər, ol miqdarsız. İzahı, sözün dəyərini artıran eyni zamanda öz dəyərini də artırmalıdır. Yəni, biz sözə qiymət verməliyik. Danışarkən doğru, düzgün danışmalıyıq. Əgər insanın sözü dəyərli deyilsə, onun şəxsiyyəti də dəyərli deyil. İnsanı sözünə görə qiymət verərlər. Ver sözə ehya ki, tutduqca səni xab-ı əcəl, edi hər saat səni ol uyqudan bidarsız. Xab-ı əcəl, xab yuxudur, əcəl yuxusu mənasındadır. İzahı isə sən sözə can ver ki, sən sözü yaşat ki, sən ölərkən, öldükdən sonra da söz səni yaşatsın. Necə ki, 500 il keçməyinə baxmayaraq, Füzuli yazdığı əsərlər sayəsində hələ də yaşayır. Bir nigari əmbərin xəttir könüllər almağa, göstərər hərdən niqab-ı qeybdən rüxsar söz. Burada şair sözü niqablı bir gözələ bənzədir. Necə ki, niqabı qaldırdıqda gözəlin gözəlliyi ortaya çıxır və könülləri şad eləyir və söz də insanın könüllərini şad edər. Xəzini, gəncini əsrardır hərdən çəkər, rişti ishara min gövhəri əsrar söz. Burada isə şair sözü inciyə bənzədir. Yəni, belə deyək, çox dəyərli bir inci ilə bərabər tutur və söyləyir ki, söz sirlər xəzinəsinin xəzinədarıdır. Lazım gəldikdə o, dəyərli incilərini sapa düzər. Olmaya qəvvasi bəhri mərifət arif deyil. Kim sədəfi tərkibitəndir, löli şəhvar söz. Bu beytdə isə şair qeyd edir ki, arif olmayan bir kəs mərifət dənizində üzə bilməz, onun üzgüçüsü ola bilməz. Sən dəyərli söz istifadə etmək üçün özün də arif insan olmalısan. Gər çox istərsən Füzuli, izzətin az et sözü. Kim çox olmaqdan qılıbdır çox əzizi, xar söz. Son beytdə isə şair öz adını işlətmişdir və söyləmişdir. Bir növ özünə müraciət eləyərək nəsihət vermişdir ki, ey Füzuli, əgər sən də hörmətli biri olmaq istəyirsənsə, özün də az danışmalısan. Çünki çox danışmaq insanı alçaldıb. Çox danışan insan istər-istəməz səhvlərə yol verir və o zaman hörmətsiz olur. Burada şeirimizin məzmununun izahı bitdi. Bu hissədə isə çətin anlaşılan sözlərin lüğətini çıxarmışıq. Əlbəttə ki, bu lüğətlərdən istifadə edərək daha yaxşı şeiri yadda saxlaya bilərik. Burada isə artıq şeirlə bağlı olan bir sıra test nümunələrinə baxacağıq. Bu test nümunələrinin məqsədi şeirin məzmununu daha yaxşı yadda saxlamaqdır.
keçək birinci testimizə. Füzulinin söz rədifli şeirindən götürülmüş bu nümunədə hansı fikirlər ifadə olunmuşdur? Olmaya qəvvasi bəhri mərifət arif deyil, kim sədəfi tərkibi təndir, löli şəhvar söz. Burada biz artıq izahımızı dayandırırıq və biraz vaxt veririk, siz düşünürsünüz, sonra isə izaha keçirik. Demək, qəvvasi bəhri mərifət bildik ki, nə idi? Mərifət dənizinin üzgüçüləri idi. Demək, baxırıq, 2 dənə fərqli misralar verilmişdir və onlara bu verilənləri uyğunlaşdırırıq. Mərifət dənizinin də arif insanlar üzə bilməz. Bir də löli şəhvar bildik ki, dəyərli incilər mənasındaydı. Burada da deyir, söz tərkibi cövhərdən, incilərdən ibarət dəniz kimidir? Keçək növbəti testimizə. Füzulinin söz qəzəlindən verilmiş beytləri uyğun gələn bəndlər üzrə qruplaşdırırıq. Baxaq. Bir nigar-ı ənbərin xəttir könüllər almağa, göstərər hərdən niqab-ı qeybdən rüxsarsız. Biz burada bildik ki, şair sözü niqablı bir gözələ bənzədir. Baxaq görək, hansı bənd uyğun olacaq. Digər beytdə isə, ver sözə ihya ki, tutduqca səni xab-ı əcəl, edə hər saat səni, ol uyqudan bidarsız. Olmaya qəvvasi bəhri mərifət arif deyil, kim sədəfi tərkibi təndir, löli şəhvar söz. Hər birini uyğun olan, verilən izahlarla uyğunlaşdırırıq. Baxaq. Birinci verilən beytə uyğun olan, dedik ki, könüllər alan gözələ bənzədir və uyğun olacaq C-dəki fikirlə. Hərdən deyir, öz gözəl üzünü göstərib, könülləri şad edir. İkincidə isə demişdi, xab-ı əcəl ölüm yuxusu mənasındadır və nə demişdi şair? Demişdi ki, sən sözə elə can ver ki, sən dünyanı dəyişdikdən sonra o da səni yaşatsın. O da uyğun olur A-da verilən izahla. Burada isə mərifət dənizində arif olmayan kəslər üzə bilməz demişdi şairimiz və burada da B variantına uyğunlaşır. Keçək bir daha başqa bir testin izahına. Füzulinin söz qəzəlindən verilmiş beytdə ifadə olunan fikrə uyğun aforizmlər seçirik. Baxaq. Gər çox istərsən Füzuli izzətin az et sözü, kim çox olmaqdan qılıbdır çox əzizi xar söz. Bu şeirin son beyti idi və şair burada vurğulayırdı ki, az danışmaq lazımdır. Çünki çox danışmaq insanı hörmətdən salır. Uyğun aforizmləri seçək. Sözün qanatları var, quş kimi incə-incə, dünyada sol olmasa nəyə gərək düşüncə? Demək, verilən beytlə uyğunluq təşkil etmir, çünki şair burada az danışmaqdan söhbət açmışdır. Gərək söz meydanı gen olsun, müdam, atını 4 nalla çarptırsın insan. Burada da verilən hissədə yenə söz meydanının genişliyindən söhbət gedir. Verilən beytlə uyğunluq təşkil etmir. Sözün də su kimi lətafəti var. Hər sözü az demək daha xoş olar. Birinci saflığı varsa da suda, artıq içiləndə dərd verər o da. Verilən bəli bu beyt Füzulinin söz qəzəlindən verilən beytlə uyğunluq təşkil edir. Dilin bəlasıdır uzunçu olmaq, ariflər işidir, sükuta dalmaq. Verilən beytlə uyğunluq təşkil edən aforizmdir. Burada da az danışmağın önəmindən danışılır. Arif ol, söhbəti müxtəsər eylə, uzun danışmaqdan qaç, həzər eylə. 100 əyri ox atsan olmaz dəyəri, bir ox at, hədəfin getməsin. Bu da verilən beytlə uyğunluq təşkil edir. Dərsimiz burada bitir.
Əgər növbəti belə izahlar izləmək istəyirsinizsə, o zaman növbəti izahlarımızı qaçırmayın.